Hörmətli müəllimlərimiz, əziz sinif yoldaşlarım və dəyərli radio dinləyicilərimiz. Bugünkü Gələcəyin İşığı FM efirdə sizlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən Səfərzadə Zəhra, məktəbimizdə 9 sinif şagirdi və bugün sizə yaddaşlardan silinməyən qəlblərdə iz buraxmış bir hadisədən danışmaq istəyirəm. Tarixdə bir çox hadisələr var ki, onlar insanlığın yaddaşına həkk olunur və gələcək nəsillərə dərs olur. Bugün biz o hadisələrdən birini 28 oktyabr 1995-ci il Bakı metropolitenində baş vermiş faciəni xatırlayacağıq. Bu sadəcə bir qəza deyil, eyni zamanda cəmiyyətimizin birgə reaksiya göstərmə qabiliyyətinin, həmrəylik və insanlığın dəyərinin də sınağı oldu. 1995-ci ilin payızında Bakı metropoliteni şəhərin nəqliyyat infrastrukturunun ən etibarlı və sürətli hissəsi kimi fəaliyyət göstərirdi. Bu sistem hər gün minlərlə insanı işə, təhsil müəssisələrinə, evlərinə çatdırırdı. Lakin 28 oktyabr günü saat təxminən 17:00 radələrində metronun 28 stansiyasında baş vermiş qəza bütün ölkəni sarsıtdı. Hadisənin səbəbləri çox şaxəli idi. Rəsmi təhlillərə görə texniki asaslıq və təhlükəsizlik protokollarının düzgün tətbiq edilməməsi nəticəsində qatarın tormoz sistemi sıradan çıxdı. Bu isə nəticədə insanların həyatına, onlara verilmiş etimad və inama ağır zərbə vurdu. Statistikaya nəzər saldıqda, həmin gün metropolitenin hərəkətində olan qatarların sayı 12 idi və qəza nəticəsində onlar arasında toqquşma baş verdi. Nəticədə 27 nəfər həyatını itirdi, 300-dən çox insan müxtəlif dərəcədə xəsarətlər aldı. Bu rəqəmlər hadisənin ölçüsünü təsəvvür etmək üçün kifayət qədər dramatikdir. Faciənin dərslərindən biri də metropoliten sistemində təhlükəsizlik standartlarının daha da yüksəldilməsi zərurətlidir. Həmin vaxtdan sonra ölkəmizdə metroda avtomatik təhlükəsizlik sisteminin tətbiqi sürətləndi. Qatarın texniki yoxlamaları daha da ciddi şəkildə aparılmağa başladı. Bu da göstərir ki, hər faciə həm də bir dərs, hər itki isə gələcək üçün bir xəbərdarlıqdır. Bu hadisə həm də birlik yaşayışın, həmrəyliyin nümunəsi oldu. Faciələr dərhal sonra ölkə ictimaiyyəti, aidiyyəti, qurumlar və sadə vətəndaşlar təsarruf olan insanlara yardım göstərmək üçün səfərbər oldular. Bir neçə gün ərzində minlərlə könüllü və tibbi heyət hadisə yerinə cəlb edildi. Bu isə göstərir ki, insanlıq həm də fəlakətlər qarşısında ortaya çıxan həmrəyliyi ilə ölçülür. Həmin hadisə ilə bağlı maraqlı bir nümunəni qeyd etmək olar. Təsarruf alanlardan biri 12 yaşlı bir məktəbli qız idi. O hadisə zamanı qatarın son vaqonunda idi və dostlarının köməyi ilə xilas edildi. Bu qızın hekayəsi hər birimizə ümid verir ki, ən çətin anlarda belə insanlar bir-birinə dəstək ola bilirlər. Elm və texnika baxımından faciəyə həm də bir çox araşdırmaların başlanması oldu. Metropolitenin hərəkət mexanizmləri, tormoz sistemlərinin effektivliyi, qatarların sürət həddi və texniki yoxlama protokolları ciddi şəkildə təhlil edildi. Nəticədə metropoliten sistemində quraşdırılan yeni təhlükəsizlik sensorları və avtomatlaşdırılmış sistemlər qəzaların qarşısını almağa xidmət etdi. Bu da göstərir ki, hər bir faciə elmi irəliləyiş üçün stimul yarada bilər. Faciə həmçinin psixoloji aspektdə də dəyərlidir. Hadisə şahidləri ilə aparılan araşdırmalar göstərir ki, travmaların öhdəsinə gəlmək üçün insanlar arasında emosional dəstək çox önəmlidir. Bu məktəblər, cəmiyyət və ailə üçün əhəmiyyətli bir dərsdir. İnsanlar öyrəndilər ki, bəzən həyatın ən çətin anlarında belə birlik və həmrəylik insana güc verir. Gələcəyə ümidlə baxmağa imkan verir. Bundan əlavə həyatda sosial medianın hələ geniş yayılmadığı bir dövrdə insanların məlumatı necə əldə etdiyini göstərən nümunə oldu. İnsanı birinə məlumat çatdırmaq üçün dost, qonşu və iş yoldaşları vasitəsilə əlaqə saxlayırdılar. Bu həm də göstərirdi ki, cəmiyyətin canlı əlaqəsi və qarşılıqlı dəstəyi insan həyatını xilas edə bilər. Öyrənilən dərslər yalnız texniki və humanitar aspektlə bitmir. Hər bir faciə bizə həm də həyatın qiymətini, hər bir insanın əvəzolunmaz olduğunu xatırladır. 28 oktyabr 1995-ci il hadisəsi göstərdi ki, təhlükəsizlik və diqqət həyatın ən vacib elementlərindəndir. Eyni zamanda ümid və pozitiv yanaşma həyatın davam etməsi üçün mühüm bir şərtdir. Bəzi statistik məlumatlar da mövzunun ciddiliyini daha da vurgulayır. 1995-ci ilədək Bakı metrosunda qəzaların sayı ilə orta hesabla 2-3 idi. Lakin 28 oktyabr hadisəsi bu istatistikanı kəskin şəkildə dəyişdi və metropoliten sistemində ciddi təkmilləşmələrin zərurliyini ortaya qoydu. Həmin ildən sonra qatarların hərəkətini izləyən yeni texniki sistemlər quraşdırıldı və nəticədə qəza riskləri xeyli azaldı.
Fəlakət zamanı göstərilən həmrəylik və insanlığın nümunələri gələcək nəsillərə ümid mesajı verir. Həyatı ən çətin anlarında belə bir insanın köməyi digərlərinin həyatını qurtara bilər. Məktəblərdə, ailələrdə və cəmiyyətin hər bir sahəsində həmrəylik ruhunu inkişaf etdirmək, insanlara qarşılıqlı dəstək göstərmək vacibdir. Əziz dinləyicilər, bugün biz 28 oktyabr 1995-ci il Bakı metropolitenində baş vermiş faciəni xatırladıq. Bu hadisə bizə göstərir ki, həyat qısa və qiymətlidir. Həmçinin texniki və sosial təhlükəsizlik hər birimizin məsuliyyətindədir. Lakin ən önəmlisi faciələrdən çıxarılan dərslərdir. Həm texniki tərəfdən, həm də insanlıq, həmrəylik və ümid baxımından. Hər birimiz öz həyatımızda, məktəbimizdə, ailəmizdə və cəmiyyətimizdə bu dərsləri tətbiq edə bilərik. İnsanlıq, həmrəylik və diqqət, bunlar gələcəyimizin ən möhkəm dayanlarıdır. Biz öyrənməliyik ki, hər hadisədən sonra biz daha da güclü olmaq, daha diqqətli olmaq və başqalarına dəstək vermək mümkündür. Əziz dinləyicilər, bugünkü efirimizi burada yekunlaşdırırıq. Ümid edirəm ki, təqdim etdiyim məlumatlar həm sizə dərs verdi, həm də gələcəyə ümidlə baxmağa ilham oldu. Mən Səfərzadə Zəhra, məktəbimizin 9-1 sinif şagirdi olaraq sizə təşəkkür edir və gələcəkdə belə dəyərli mövzularla görüşəcəyimizi bildirirəm. Həyatınızda diqqət edin, bir-birinizə dəstək olun və hər zaman ümidlə